Mən olmadan həyatımı davam etdirirəm. Valideynləri varkən başqa bir evə çıxdı. 80-lərin, 90-ların uşaqları insanları məmnun etmək formasında böyüdülüb. Mənim evlənmək kimi bir şansım varsa, hüququm varsa, evlənməmək kimi bir hüququm da var. Özümüzü qarşı tərəfə sübut etməyimiz üçün biz həyatımızı sonlandırırıq. Nə vaxta qədər ki biz cəmiyyətin oğlu, cəmiyyətin qızı olacağıqsa, bir o qədər də həyatımızda nəinki özümüzü tapmaq, heç həyatımızda xoşbəxt belə olmayacağıq. Niyə kimsə o xəttdən, o düsturdan çıxanda həmin insanı biz daha çox təkləyirik? Mənim özümə verdiyim dəyər budur. Mənə nə alsan qəbulumdur. Məni hər şey məmnun edə bilər. Tək sən məmnun ol, sən sevin. Yəni yenidən seçim etmək bir problem deyil. Sadəcə düzgün analiz etmək lazımdır. Mən nə istəyirəm? Mən kiməm? Necə addımlamaq istəyirəm?